Bugün də çox sevdiyim ən dadlı İrəvan kətəsi hazırlayıram. Xəmiri üçün un, qabartma tozu və vanil bunları bir qaba əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Üzərinə soyuq kərə yağı əlavə edərək əlimizlə ovaraq umaç hazırlayırıq. Qeyd edim ki, ərzaqların miqdarını tam olaraq açıqlama bölümündə qeyd edəcəm. Daha sonra üzərinə 1 ədəd ağlı sarılı yumurta və xama şəkər tozu əlavə edib, öncə çəngəllə biraz bunları qarışdırırıq ki, yumurta, xama, şəkər tozu qarışsın. Daha sonra isə xəmirimizi əlimizlə yoğururuq. Çox bərk olmayan, orta yumuşaqlıqda ələ yapışmayan bir xəmirimiz alınır. Masanın üzərinə də azca un səpib, xəmirimizi biraz da masanın üzərində yoğurduqdan sonra eyni bərabərdə olmaqla 3 hissəyə bölürəm. Böldüyüm hər bir hissəni də kündələyib, üzərinə bir salafan çəkib, soyuducunun buzluğu olmayan adi gözündə kündələrimi 1 saat müddətində gözlədirəm. Bu müddətdə də içliyi üçün umaç hazırlayıram. Umacımız üçün də yenə də unun üzərinə soyuq kərə yağı və vanil əlavə edərək əlimizlə ovub umaç hazırlayırıq. Umaç halına gəldikdən sonra üzərinə şəkər tozunu da əlavə edərək yenə də yaxşı-yaxşı ovuram. Hər birini qarışdırıram, umacımız hazırdır. 1 saat keçdikdən sonra xəmirimizi götürürəm və bir-bir üzərinə alt hissəsinə un səpərək yayıram. Çalışın çox qalın yaymayın və gördüyünüz kimi dörtgünc formada yaydıktan sonra 1 ədəd yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın sarısını kətələrin üzərinə çəkmək üçün saxlayıram. Ağını isə kündələrin arasına çəkib umacımızdan səpirəm. Bu üsulla hazırlayıram ki, umac yumurtanın ağına yapışsın. Və gördüyünüz şəkildə rulon formasında bükürəm. Bükərkən bu hissəni mütləq bərkitmək lazımdır və həmin bu hissəni alt hissəyə çeviririk. Üzərindən oxlovla çox az yüngül gedirik. Daha sonra isə istədiyimiz kimi kəsərək məsafəli şəkildə listimizə düzürük. Bu reseptlə tam 1 list yarım kətələr alınır. Üzərinə çəkmək üçün də bir yumurtanın sarısına 1 çay qaşığı bitki yağı əlavə edib qarışdırıb üzərlərinə çəkirəm və çəngəllə üzərinə bəzək vuraraq sobanın ən alt gözündə 30-35 dəqiqə müddətində tam qızarana qədər bişirib götürürəm. Kətələrimiz xına kimi qıpqırmızı qızarır, üzəri qəşəng xırçıltılı, içərisi isə yumuşaq alınır. Ən əsası da çox dadlı kətələrdir, yedikcə dadından doymaq olmur. Hazırlayan hər kəsə nuş olsun, hələlik.